Valideynlərin qayğısını çəkmək, işlərinə yaramaq, günah bir şeyi istəmədikləri müddətcə istəklərini yerinə yetirmək salih əməllərin başında gəlir. Bu elə bir salih əməldir ki, sahabi Abdullah bin Abbas deyərdi ki, valideynlərə yaxşılıq etmək qədər günahları yuyan başqa bir şey yoxdur. Bu elə bir mövzudur ki, yüksək əxlaq sahiblərinin hər biri özünə məxsus şəkildə valideynlərinə qayğı və ehtiram göstərərdilər. Rəvayətə görə böyük alim Əbu Hanifə rahmetullah aleyh öz valideynləri üçün davamlı bağışlanma diləyərdi və valideynlərinə savabı yazılsın deyə hər ay onlar üçün 20 dinar, yəni 12.000 manat təqribən sədəqə çıxarardı. Özü rəvayət edir ki, bəzən anam mənə Ömər bin Zərrin məclisinə gedib ondan bir məsələnin hökmü haqqında soruşmağımı tələb edərdi. Mən də ona gedib deyərdim ki, anam məndən filan məsələnin hökmünü səndən soruşmağımı istəyir. Ömər bin Zər də deyərdi ki, sənin kimi bir alimin məndən sual soruşur. Əbu Hanifə də anam belə istəyib deyərdi. Ömər bin Zər də deyərdi ki, elə isə sualın cavabını özün ver ki, mən də sənə cavabı verə bilim. Beləliklə cavabını öyrənib anasına gedib çatdırardı. Valideynlərinə qarşı gözəl davranış nümunələri əslində çoxdur. İnanıram ki, belə nümunələrin siyahısında günümüzdə də olan insanlar var. Allah bizi də, sizi də o insanlardan etsin. Amin.